Salam, hər vaxtınız xeyirli olsun mənim dəyərli xalqım, dəyərli millətim. Mən şairə Vəsilə Şirvani. Yenə bir mövzu ilə sizin qulluğunuzdayam. Bu mövzu ondan ibarətdir ki, bu dövlət işlərinə aid deyil, dövlət müəssisələrinə aid deyil. Bu özəl obyektlər, özəl işlərə aiddir, özəl obyektlər, yerlər işlədən müdiriyyətlərə aiddir. Mənim bu çəkilişim kimin əlinə düşsə, xahiş edirəm hər yerdə paylaşın. Çünki hər kəsə yayılmağını istəyirəm. Bəzi özəl obyekt işlədən müdirlər var ki, işlə bağlı onlara müraciət edən işçilərə pis şeylər təklif edirlər. Əgər o işçi də o təklifi qəbul etmirsə, ona bir bahanələrlə işdən uzaqlaşdırırlar. Ya maaş verə bilmirəm, ya saatını uzadırlar. Yenə deyirəm, bu dövlət işlərinə aid deyil, dövlət müəssisələrinə aid deyil. Bu ən çox özəl obyektlərdə, özəl kafe deyək, kafe kimi, restoran kimi yer işlədən insanlara aiddir. Yəni hamısına da aid olmasa da bəzi qismlərinə, çoxsuna aiddir. Çünki indi özünüz bilirsiniz ki, çox xanımlar kafe sistemində, restoran sistemində işləməyə can atırlar. Çünki təhsili olmayan bir insanlar məcburiyyətən, elə olur ki, təhsili olan da bir insan iş tapa bilmir, o cümlədən belə bir obyektlərdə işləyir. Amma ki, bəzi obyekt sahibləri də bundan süni istifadə edir. O işçi xanımlara ağzına gələn təkliflər edirlər. Amma düşünmürlər ki, bunların evdə anası, bacısı var. O siz də, sabahlar sizinkilər də bir yerə işçi gidəndə o təklifləri onlara eləyəcəklər. Çünki çox insan belə kirədə qalır, ailəsi böyükdür, yəni büdcə ehtiyacı var, yəni pula ehtiyacı var deyənə